Bəzidə ki, sizin ölkənizdə lavaş bitib, onsuz da o dönər hazırlamaq olmur. Dönərçi tədarükçü axtarır və onu deyək ki, Gürcüstanı tapır. O, oradan bir partiya lavaş almaq istəyir. Ölkələr arasında belə mal mübadiləsi beynəlxalq ticarət adlanır. Amma bir problem var. Gürcüstan da sizin valyutanızı qəbul etmək istəmirlər. Siz də onların kimi qəbul etmirsiniz. Onda valyuta mübadiləsində və ya Forex bazarına müraciət etmək lazımdır. Bir ölkənin valyutasının digər ölkənin valyutasını dəyişdirilə biləcəyi yer. Əgər sizin valyutanız heç kim almaq istəmirsə, deməli ona tələbat yoxdur. Onda siz əvvəlcə onu hamıya lazım olan valyutaya ehtiyatlarına çevirməlisiniz. Belə valyutalar, məsələn, dollar və ya avro, dünya maliyyə standartları kimi xidmət edir. Siz nə qədər çox xarici mal, məsələn, lavaş alsanız, öz valyutanızdan bir o qədər çox xərcləyəcəksiniz. Buna görə o dəyərsizləşir. Ehtiyat valyuta isə bahalaşır. Beləliklə, məzənnə formalaşır. Bir valyutanın digər nisbətinin dəyəri.